lazımdır, vacibdir. Amma ac olan adam bir, dəyərlər yadına düşmür, iqtisadi ehtiyacları olan adam. İki, əyləncə içində olan adam, əyləncə halında o yada düşmür, dəyərlər yada düşmür. Ona görə elmi tədqiqatların bugün 90%-na yaxını texnologiya bunlara aiddir. Niyə? Texnologiya əyləncədir, telefonlar, maşınlar, digər vasitələr əyləncədir. İnsanlar ona pul verirlər, əylənmək istəyirlər. İnsan əyləncəsinə pul xərcləyir. Tip zəruri ehtiyacdır. Ehtiyaclar piramidası var da, məşhurdur Maslow'un. O deyir ki, aşağıda hələ ona ehtiyac duyulmur. Amma məsələ budur. Deyir, qaçan